Brendo'dan birbaşa Azərbaycana necə sifariş vermiyorlar bu videoda. Herkese salam dostlar, Fikirli kanalına hoş geldiniz. Bugün sizlerin karşısında yeni gelen Brendo saytından birbaşa Azərbaycana necə sifariş vermiyorlar, necə qeydiyyatdan keçmiyorlar və Temu'dan fərqi nədir onlar haqqında bir video hazırlamışam. Brendo'nun Temu'dan fərqi nədir? Dostlar, Temu'da bildiyiniz kimi 30 manatlıq sifariş limiti var. Yəni minimum 30 manatdan aşağı məhsul sifariş verə bilmirsiniz. Brendo'da isə bu 15 manatdır. Bir diğer fərqi də odur ki, Temu'dan fərqli olaraq Brendo'da hissəli ödəniş sistemi var. Yəni məhsulları seçdikdən sonra hissə də aylığa bölüb ödəniş edə bilirsiniz. Və keçək biz daha detallı bir şəkildə danışmaq üçün və qeydiyyatdan keçdikdən sonra nələr etməliyik, hamısını sizlərə bir izah edək. Dostlar, keçdik kompüterimizin ekranına, yəni telefonumuza bu şəkildə App Store və yaxud da Google Play Store-a daxil olduqda axtarış bölməsinə Brendo yazırsınız. Brendo yazdıqda bu şəkildə axtarış etdikdən sonra, baxın gördüyünüz kimi mən axtarış edirəm. Temu'nun ikinci sırasında bu şəkildə proqram çıxır. Mən proqramı yüklədiyim üçün az deyirəm. Siz burada yüklə düyməsini sıxırsınız. Gördüyünüz kimi bu şəkildə çıxır. Çox qəşəng belə ana səhifəsi var. Burada 3 dənə seçenek var. Daxil ol, qeydiyyat və qonaq kimi davam et seçeneği var. İstəsəniz qonaq kimi də davam edib bəzi məhsullara siz qeydiyyatdan keçməmiş də baxa bilərsiniz. Mən təbii ki burada qeydiyyatdan keçmədiyim üçün qeydiyyat düyməsini bir kere sıxıram. Qeydiyyat düyməsini sıxdıqda baxın gördüyünüz kimi burada standart bizdən soruşduqları, yəni digər saytlardan sifariş verdiyimiz kimi ad, soyad, şəxsiyyət vəsiqəsinin üzərində olan FIN kodu, telefon nömrəsi və email adresi, bir də şifrə təyin edirsiniz. İlk öncə biz öz ad soyadımızı əlavə edirik və şəxsiyyət vəsiqəsinin üzərində bu şəkildə ekrana əlavə etmişəm. Yeni nəsil və köhnə nəsil şəxsiyyət vəsiqələrinin üzərində FIN kod olur. Bu FIN kodu da ki çox asan bir şəkildə öyrənə bilərsiniz. Yəni ki şəxsiyyət vəsiqələrinin üzərində qeyd olunub. Köhnə şəxsiyyət vəsiqələrində son aşağıda yazılan rəqəmlərin son 6 hərf və rəqəmi olur. Təzə şəxsiyyət vəsiqələrində də birbaşa FIN kod olur. Həmin şəxsiyyət vəsiqənizin FIN kodunu bu şəkildə daxil edirsiniz. Mən burada şəxsi məlumatların düşməsin deyə ekranı bağlamaq məcburiyyətindəyəm. Bu şəkildə telefon nömrənizi yazırsınız. Qeyd edim ki, telefon nömrənizi yazanda +994 ilə, yəni ki başlayan yazın. Birbaşa telefon nömrəsi 050-dən və yaxud 077-dən yazmıyor. Yəni bunda bu şəkildə. Yəni +994 və yaxud da məndə 50 ilə başlayır və yaxud da sizə 51-dirsə 51-dən, 77-dirsə 77-dən birbaşa yazın. Email bölməsinə də ki telefonunuzda olan email post ünvanınızı yazırsınız. Yazdıqdan sonra özümüzə bir dənə şifrə təyin edirik. Burada cinsiyyət seçirsiniz. Doğum tarix bölməsinə isə öz doğum tarixinizi düzgün bir şəkildə seçməyiniz çox önəmlidir. Bu şəkildə tamam deyirəm. Qeydiyyat şərtlərini təsdiqləyirəm. Qeyd edim ki, siz birbaşa buradan Google-dan da seçib qeydiyyatdan keçə bilərsiniz və yaxud da buradakı xanaları doldura bilərsiniz. Amma məsləhətdir ki, birbaşa başdan məlumatları doldurmaq. Qeydiyyatdan keçdikdə baxın gördüyünüz kimi ekrana uğurlu qeydiyyatınız tamamlanmışdır deyib ana səhifəsini atır. Bu şəkildə ana səhifəsi atdıqdan sonra qeydiyyatdan keçdiyiniz mail adresini yazırsınız və yaxud da hansı mail adresinə, Gmail adresinə qeydiyyatdan keçmişsə, burada Google ilə davam etdirib həmin mail adresinə də giriş eləyə bilərsiniz. Mən bu şəkildə giriş eləyirəm, öz email adresimi yazıram. Prosesimiz bu qədər sadədir dostlar. Yəni ki, tez bir şəkildə qeydiyyatdan keçmiş oluruq. Burada fərqli məhsullar var. Mən özüm üçün də qeyd edim ki, videoda məhsul sifariş verəcəm. Yəni ki, birinci dəfə sifariş verirəm. Təbii ki, daha sonra məhsullar gəldikdən sonra video çəkəcəyik. İlk öncə siz qeydiyyatdan keçdikdən sonra burada profilin bölməsi var. Daxil olursunuz profilin bölməsinə. Profilin bölməsinə daxil olduqda burada ünvanlarım var. Bu çox önəmlidir. Yəni hansı ünvana çatdıracaqsınızsa onu seçməliyik. Ünvanların bölməsinə bir kere daxil oluruq dostlar və ekrana gələn təhvil məntəqəsi əlavə et bölməsinə bir kere sıxırıq. Sıxdıqdan sonra burada təhvil məntəqəsi seç düymə var. Bu düyməni seçdikdə sizin təhvil məntəqəsiniz hardadırsa, hansı rayonda yaşayırsınızsa onu seçirsiniz. Qeyd edim ki, ola bilər ki, bütün rayonlara və hansısa bir şəhərdə olmasın təhvil məntəqəsi, amma sayt yeni olduğu üçün bu təhvil məntəqələri gün keçdikcə artacaq. Buradan yəni harda yaşayırsa, burada May filialı, 8 kilometr bazar, burada bax mikrorayon, Azadlıq filialı kimi fərqli filiallar var. Mənim filialım hardadırsa onu yazıram və yaxud da burada axtarış bölməsinə yaza bilərsiniz. Yəni ki, Azərbaycan hərflərindən yazanda çıxır səhv eləmirəmsə. Baxın, mən axtarış bölməsinə yazdım. Bu şəkildə
çatdırılma ünvanını seçmiş oldum. Çatdırılma ünvanını seçdikdə baxın məlumatlarını düzgün bir şəkildə qeyd edirsiniz və yadda saxla düyməsinə bir kez sıxırsınız. Təhvil məntəqəsi uğurla yadda saxlanıldı. Təhvil məntəqənizi də əlavə etdikdən sonra qaldı bizə burada məhsul seçmək və burada üstünlükləri nədir Temudan? Temudan ucuzdur, bahadır. Bəzi məhsullara şifahi şəkildə baxmışam, amma bəzi məhsullar dostlar Temudan ucuzdur. Yenə də müqayisə videosu gələ bilər. Baxaq bu videoda yorumlara yazın. Temu ucuzdur yoxsa brend ucuzdur. Burada fərqli məhsullar var. Qeyd edim ki, burada axtarış bölməsi standart həm yazılı bir şəkildə axtara bilirsiniz, həm də ki şəkillə axtarış sistemi var. Yəni Azərbaycan dilində nəsə axtara bilirsiniz. Həmçində burada qeyd edim ki, burada ekrana əlavə etmişəm. Videonun başından bəri bu kod var. Siz qeydiyyatdan keçdikdən sonra hər hansısa bir məhsul aldıqda bunu qısa bir şəkildə göstərim sizə. Hər hansısa bir məhsul səbətinizə əlavə etdikdə, baxın tutaq ki, mən bu məhsulu əlavə edirəm. Dostlar, deməli məhsulu səbətə əlavə etdikdən sonra burada bu şəkildə dostluğunu da qazandır bölməsi var. Deməli bunu da əldə etmək üçün profil bölməsinə əlavə edirsiniz. Profil bölməsinə girdikdə burada deməli kampaniyalar bölməsində dostluğunu da qazandır. Bu şəkildə ID nömrəsi olur. Bu ID-ni də ekrana əlavə edəcəm. Yəni ki, bunu da siz öz profilinizə yazsaz, sizə 5% endirim eləyəcək. Bu şəkildə səbətin bölməsinə keçid eləyirəm. Bu ID bölməsinə həmin ekranda əlavə etdiyim kodu yazsaz, təsdiqlə edərsəz dostlar, sizə endirim kuponu tətbiq eləyəcək. Baxın, gördüyünüz kimi mən özüm ID-im olduğu üçün məndə endirim kuponu vermir. Yəni siz bu kodu əlavə etsəz, baxın gördüyünüz kimi 5% cashback qazanacaqsınız. Yəni ki, məhsulun 5%-ni endirim eləyəcək. Bu şəkildə də mənə dəstək olmuş olarsınız. ID bölməsində də ekrana əlavə etdiyim ID-ni yazmağı unutmayın. Məhsul almaq üçün mən bəzi məhsullar seçəcəm və necə ödəniş olunur. İndi onların hamısı bir-bir sizlərə göstərəcəm. Tez bir şəkildə indi məhsullarımı seçin və keçək biz telefonumuza. Dostlar, deməli bu şəkildə səbətimə 3 ədəd məhsul əlavə etdim və gördüyünüz ki, minimum 15 manatdır. Mən 16 manatlıq məhsul seçmişəm. Seçdiyim məhsullar da bunlardır. Bunlar da gəldikdən sonra videosunu çəkərik. Burada ödənişi keçid bölməsinə sıxıram. Ödənişi keçid bölməsinə sıxdıqda burada mənim məlumatlarım bölməsində yazdığınız məlumatları təsdiqləyirsiniz. Baxırsınız, burada hansısa bir səhvlik varsa düzəldirsiniz. Yəni bu şəkildə mən ekranı şəxsi məlumatlarım göstərməsinə bağlamışam. Və burada təbii ki, bayaq videoda bildirdiyim kimi dostunun ID-sini sən yaz, sən 10%, dostun isə 5% cashback qazan bölməsi var. Bu ID nömrəsində mən ekrana əlavə etdiyim ID-ni yazsaz, siz 5% cashback qazanırsınız. Həmçinin də ki, profil bölməsindəki öz ID-nizi dostunuza göndərsəz, o da 5% və siz 10% qazanırsınız. Bunun haqqında indi adlı bir video çəkərəm. Sadəcə ekrandakı kodu bura daxil edin, 5% cashback qazanırsınız dostlar. Və ID-ni də yazdıqdan sonra burada kartla ödəniş, hissəli ödəniş və cüzdanla ödəniş bölməsi var. Bu cüzdanla ödəniş nədir? Cüzdan ödəniş siz burada hər alış-veriş etdikdə sizə cashbacklər verir. Bu cashbacklər də yığıldıqdan sonra hansısa bir məhsul aldıqda burada cüzdanla ödənişdə məbləğ olur dostlar. İndi birazdan ödəniş elədikdən sonra görəcəyik. Bir də burada hissəli ödəniş bölməsi var. Hissəli ödəniş burada bank kartınızda burada gördüyünüz kimi bir kart, tam kart və bol kart da burada hissəli şəkildə bölüb ödəniş eləyə bilərsiniz. Yəni 6 ay, 3 ay, 2 ay müddətində ödəniş eləyə bilərsiniz və burada kart ödəniş var. Mən indi kart ödənişi seçəcəm. Kart ödənişi seçdikdən sonra burada sifarişi tamamla bölməsini bir kərə sıxıram. Sifariş tamamla bölməsini sıxdıqda burada ödəniş bölməsinə keçir. Gördüyünüz kimi burada dostlar ödəniş bölməsini keçdikdə burada nədir? Ad, soyad, kartın üzərində yazılan ad, soyadı daxil edirsiniz və kartın üzərindəki kartın nömrəsi olur. Kartın nömrəsini yazırsınız. Kartın ay, il, yəni bitmə tarixini daxil edirsiniz və təbii ki, kartın arxasındakı CVV 3 rəqəmli kodunu daxil edirsiniz. Mən tez bir şəkildə kart nömrəmi əlavə edim və təsdiq etdikdən sonra ödəniş prosesimizi edək. Baxaq görək nələr olacaq. Dostlar, ödəniş etdikdən sonra bu şəkildə baxın, ödənişin təsdiqlənməsi, ödəniş təsdiq olundu. Biraz sizi gözlədir, hardasa bir dəqiqə falan gözlətdi məni. Ödəniş etdikdən sonra burada ödənişinizin qəbzi bu şəkildə qeyd olunub. Ödəniş etdiyiniz üçün təşəkkür edirik. Yəni məhsullara sifariş vermiş oldum. Bu da qəbzi istəsəz telefonunuza yükləyə bilərsiniz. Nə qədər ödəniş etmişsiniz? Komissiya 0, yəni 16 manat məhsul seçmişəm, 16 manatda ödəniş etdim. Yoxlanılır. Burada statusu çıxır və ödəniş yoxlandıqdan sonra sifarişiniz uğurla təsdiqləndi deyə belə bir mesaj çıxır.
Burada başa düşdüyüm seçənəyini sıxırsınız və mən sifariş vermiş oldum. Hansı çatdırılır? Təxmini çatdırılma 5-14 iş günü yazılıb. İndi baxaq görək nə qədər vaxtda bizə çatdırılacaq. Yəni nə qədər sürətdə çatdırılır. Burada sifarişin detalları bu şəkildə basdıqda sifarişinizin detallarına baxa bilərsiniz. Hara çatdırılacaq və hansı məhsullar alınır və hamısı burada qeyd olunub. Daxil oluruq təzədən ana səhifəmizə və burada baxaq görüm nə kimi bizə endirimlər eləyib. Bir dənə. Deməli dostlar, sifariş verdikdən sonra burada profilin bölməsinə daxil olursunuz. Profilin bölməsində gördüyünüz kimi burada cüzdan bölməsi var. Bu cüzdanda da mən daxil oldum. Hələ ki heç bir cashback verilməyib. Burada yazdırdığına görə sifariş toplam burada gördüyünüz kimi fərqli burada sistemi var. Cashback promo kodla hesablanır və aktivləşdirdikdən yalnız sifarişi tam ödəmək üçün istifadə olunur. Yəni ki, təhvildən 15 gün sonra aktiv olur. Yəni məhsul gəlibsə çatdıqdan sonra aktiv olur. Dediyinə görə belədir, amma hələ ki heç bir burada cashback yüklənməyib. Məhsulu aldıqdan sonra 15 gündən sonra bu cashbacklər sizin hesabınıza yüklənir. Yəni hər məhsul aldıqda burada gördüyünüz kimi Silver üçün 250 manatlıq, yəni 250 manatlıq məhsul doldurduqda sizin səviyyəniz yüksəlir və onun nəticəsində toplam cashbacklər qazanırsınız. Bu şəkildə cashback sistemi yaradılıb. Qeyd edim ki, burada bir dənə də mənim xoşuma gələn məqamdan biri oldu ki, Temuda kart məlumatları yazanda bəzi istifadəçilər deyirdi ki, kart məlumatımız qalır. Bildiyiniz kimi kart məlumatını yadda saxlayır Temu. Amma bunda isə məsələn belə bir şey yoxdur. Kart məlumatını yazdınız, bir dəfə ödəniş aldı, vəsə həmin kartı yadda saxlamır. Və sifarişlərin bölməsinə baxmaq üçün yenə profil bölməsinə daxil olursunuz. Profil bölməsinə daxil olduqda burada gördüyünüz kimi sifarişlərin bölməsi var. Bu şəkildə sifarişlərin bölməsinə bir kere klik edirsiniz. Baxın, mənim sifarişim burada görsənir. Sifariş detalları dedikdə də ətraflı şəkildə öz sifarişimizə baxa bilərik. Bir də dostlar, Blendo'da geri qaytarma sistemi var. Düzdür, Temuda da bu var idi, amma Temuda biraz geri qaytarma sistemi əziyyətli idi. Nəm QR kod çəkirsən, aparırsan təhvil məntəqəsini təhvil edirsən. Bunda isə yəni məhsul gəldi və yaxud da hansısa bir məhsul aldınız, paltar aldınız, sizdə yəni razmeri səhv gəldi. Aparırsınız birbaşa aldığınız məntəqəyə verirsiniz məhsulu və daha sonra sizə pulunu geri qaytarırlar. İndi nə qədər müddətdə olur? Asla sonu yoxlamamış bir şey deyə bilmərəm, amma təxmini burada 10-15 gün ərzində qeyd olunub. Yəni məhsuldakı qeyd eləyim ki, siz geri ödəniş eləyə bilərsiniz. Qeyd edim ki, bəyan prosesi necə olur? Məncə heç bir fərqi yoxdur. Temudakı kimi, yəni ki, Smart Customs'dan daxil olub bəyan edirsiniz, məhsulları bəyan edirsiniz. Bəyan prosesi gəldikdə bəyan prosesində artıq bir video çəkərik. Dostlar, qeyd edim ki, videomuz bu qədər idi. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Yəni qarmaşıq ağlınızda bir sual varsa kommentlər bölməsinə yazın. Siz buradan sifariş vermisinizmi və yaxud da birinci dəfədirmi sifariş verirsiniz? Kommentlərə yazın. Məhsullar necə olur? Açıqcası mən də birinci dəfədir sifariş verirəm. Məhsul gəldikdə baxacağıq dostlar. Təqdim etdiyim fikirli kanal.